Situasiya məsələsinə baxırıq. Yenə müəllim şagirdləri ilə gəzəndə çiçəkləri görmüşdülər və bunlardan şagird soruşmuşdu. Qarğıdalı günəbaxan bitkilərindən idi. Deməli 10 dişi çiçək, 20 erkək çiçək idi qarğıdalıda. 600 boru şəkilli, 400 yalancı dilci şəkilli çiçək günəbaxanda var idi. Və burada ikinci sualımızda görək nə soruşur bizdən. Deyir ki, ləpəli bitkinin çiçəklərindən hansı çiçəyində və neçə belə çiçəkdə meyoz bölünmə getməz? Tamam, biz çiçəkləri burada yazmışdıq birinci sualı izah edən zaman. Baxaq bir də yazmayaq bunu. Deyir neçə çiçəkdə meyoz getməz? Təbiidir ki, biz tapmışdıq ki, neçə çiçəkdə gedər? 630. Bəs neçəsində getməz? Yalancı dilci şəkilli çiçəklərdə getmir. Çünki bu dilci şəkilli çiçəklərdə erkək dişi yoxdur. Ona görə də meyoz prosesi getmir. Əsaslandırmada bu qaydada göstərilməlidir. Deməli 400 ədəd yalancı dilci şəkilli çiçəklərdə erkəkcik dişicik olmadığı üçün meyoz prosesi getmir.